Setin tərkibində uzandıqca uzanan xaçapuri po-adjarski olan səhər yeməyi seti tapmışam. Sözün açığı həmişə setdə xaçapuri olan səhər yeməyinə getmək istəyirdim. Nəhayət ki, ilk dəfə olaraq bu məkanda getdim. Məkanın adı La Mare adlanır. İstəyə görə 2 nəfərlik və 4 nəfərlik səhər yeməyi setləri burada var. 2 nəfərlik set 24 manat 90 qəpik, 4 nəfərlik set isə 44 manat 90 qəpik idi. Və deyim ki, bu setdə isti yemək həddindən artıq çoxdur. Pomidor yumurta, sucuqlu yumurta, göz yumurta, kükü və əlbəttə ki, xaçapuri. Xaçapuri inanılmaz ləzzətlidir. İnandırım sizə, heç Gürcüstanda bu qədər bol pendirli etmirlər. Sırf ona görə bu setə getməyə dəyər. Onu da qeyd edim ki, çox keyfiyyətli ərzaqlardan istifadə etmişdilər. Bal, qaymaq, zeytun, şor, pendir asarti özü də çox bol. Mürəbbə çeşidləri, cem, şokolad yağı, qatlaşdırılmış süd, pomidor, xiyar, pankeklər, sasiska, kalbasa çeşidləri, çay və əlbəttə ki, çörək də öz yerində. Məkanda həmçinin kabab setləri və pizza setləri də var. İnteryerini biz çox bəyəndik, çox zövqlüdür və burada ayrıca banket zalı da var. Hələ terası da var. Səhər yeməyindən sonra biraz anamla orada da əyləşdik. Bura Tibb Universiteti yaxınlığında yerləşir. Aşağıda səhifələrini də qeyd edəcəm.